Türkiyəli müğənni Mahsun Qırmızıgül Bakıya gəlib. Sənətçinin səfərinin məqsədi toy məclisi olub. Qırmızıgül dəbdəbəli toyda iştirak edib. Məclisdə xalq artisti Aygün Kazımova, əməkdar artist Abbas Bağırov da yer alıb. Möhtəşəm bir orkestra ilə bizə qonaq gəlib. Söhbəti kimdən getdiyini onsuz da bilirsiniz. O da onu nə qədər sevdiyini bilir. Bura hazır gəlib Azərbaycanı son dərəcə sevən bir insandır. Mahnıları ilə hər birimiz ürəyimizdən keçəni dəfələrlə demişik. Mahnılarını əzbər bildiyimiz sənətkar, aktyor, gəlin beraber